70%dir qardaş. Sən əgər onu kişisindən 100 manat qazanırsa, 70-ini vergi formasında götürürsənsə, qadın işləmə məcburiyyətində olacaqdır. Orada variant yoxdur ki, işləməsində. Deyək ki, siz 1 milyard dollar qazandınız. Bu siz varlısınızmı? 1 milyard dollar qazansam mən varlıyam. Mənfəətdən, gəlirdən vergi tutulmamalıdır. Bu məntiqsizdir, heç bir iqtisadi əsası yoxdur gəlirdən vergi tutmağa. Bizdə insanlar öz maaşlarını düzgün idarə edə bilmirlər. Mən nəsə etdim və məndə alınmadı. Siz heç nə etmirsiniz, sadəcə deyirsiniz kənar faktorlar var. Ona görə mən ümumiyyətlə heç nə etməyəcəm. Kasıb ölkələrin varlı ölkəyə gəlib çatması üçün heç bir düstur yoxdur. Heç kimə 11-12 il məktəbdə oxumaq lazım deyil. Heç kimə 4 il bakalavr lazım deyil. Heç kimə 1 illik magistr lazım deyil. Hər kimi demir. Mən istərdim ki, insanlar dincəlsin, amma mən istərdim ki, insanlar çoxlu pul olarkən dincəlsinlər. Fərhad Pərvizi 1982-ci ildə Bakı şəhərində anadan olub. 43 nömrəli liseydə orta təhsil alıb. Daha sonra təhsilini Arizona Dövlət Universitetində davam etdirib. Fərhad Pərvizi davranış iqtisadiyyatı və biznes strategiyası sahəsində ixtisaslaşmış mütəxəssisdir. O, bu sahədə 8 ildən artıq təcrübəyə malikdir. İdman, sağlam qidalanma, münasibət psixologiyası və fərdi inkişaf sahələri onun əsas maraq dairələrinə daxildir. Fərhad bəy, xoş gəlmisiniz. Xoş gördük. Azərbaycanda orta maaşla insan gələcəyini necə qurmalıdır? Yəni bu belə deyim də mümkündür. Mən 2 dənə faktor iqtisadi perspektivdən fərqləndirərdim. Orta əmək haqqı, bir də median əmək haqqı. Və necə deyirlər, devil in the details, şeytan detallardadır. Orta əmək haqqı nədir? Əgər misal üçün biz ikimiz bu otaqda, siz 1 milyon dollar ayda alırsınızsa, mən isə 200 manat ayda alıramsa, ortalama hardasa yarım milyon dollar olacaqdır da bizim orta əmək haqqımız. Amma median odur ki, biz sıra ilə düzürük bütün maaş alanları. Misal üçün 8 milyon nəfər, deyək ki, 5 milyon insan işləyir. Təqribən 5 milyon da işləyirlər, amma hamısı əmək müqaviləsi ilə deyil, əlbəttə ki. Və 2,5 milyondakı insanın maaşına baxırıq. O demək deyil ki, onun əmək haqqısı ortalama olacaqdır. Təəssüf olsun ki, bizim statistika komitəmiz, Əmək və Əhalinin Sosial Müdafiə Naziri bu məlumatı açıqlamır. Mən düşünürəm ki, açıqlamır çünki orta rəqəmlərdən qat-qat aşağı olacaqdır. Bizdə indi Azərbaycan üzrə 900 manata yaxındır da, səhv etmirəmsə. Rəsmi əsaslanır da belə baxın. Bəli, rəsmi əsaslanır. Başqa şey əsaslanır. Orta statistik onlardan götür. Ola bilsin ki, Azərbaycanda misal üçün neft-qaz sektorunda çox qazananlar var. Əhalinin qalanı isə çox az qazanır. Orta statistik rəqəm gəlib sizə çıxır 1000 manat. Amma siz median əmək haqqını götürsəz, yəni ortada duran 2,5 milyonuncu Azərbaycanlı nə qədər maaş alır? Mən düşünürəm o daha aşağı rəqəm olacaq da, bunu təsdiqləyəcək bir rəqəm yoxdur bizdə. Gəlin belə fikirləşək də, bax, okey, biz deyək ki, o 400 manat məbləğ deyil, 1000 manat, 1500 manat məbləğdir, deyək, ortalama deyək. Amma məsələ ondadır ki, hətta bu məbləğlə belə Azərbaycanda yəni gələcək qurmaq olar? Müxtəlif insanların istəkləri müxtəlif cürdür. Məni bir statistika narahat etdi. Əslində bu yaxınlarda Dövlət Vergi Xidmətinin səhv etmirəmsə 25 illik qeyd olundu və onlar orada 100 ən böyük vergi ödəyicilərin siyahısı açıqladı. Yəni orada bir şərh var ki, bu könüllü şəkildə olubdur. Könüllü şəkildə rəqəmlərin açıqlanmasına icazə verən şirkətlərin göstəriciləridir. Ola bilsin ki, az şirkətlər razılıq verməyiblər, amma o siyahıda olmalıdırlar. Amma ora baxanda siz görəcəksiniz ki, neft-qaz sektorundan sonra digər böyük vergi ödəyici banklardır. Bankların da gəlirliyi 2 cür olur. Birinci korporativ biznes kreditləridir, biri də istehlak yönümlü kreditlərdir. Və istehlak yönümlü kreditlərin payı çox böyükdür. Və bu onu göstərir ki, prinsip ki, insanlar hal-hazırda ayağını qazancına uyğun yaşamır. Və siz Azərbaycan Top 10 bankını götürsəz, onların xalis mənfəətinə baxsaz, dərəsi 150, 200, 300 milyona qədər xalis mənfəət əldə edir. Yəni ki, bu xalis mənfəət nədir? Onlar aldıqları pulu və verdikləri pullar arasında fərqdir. Yəni ki, faktiki olaraq biz daha yaxşı yaşamaq üçün bu bankerləri bir xeyli varlı edirik. Bu bir tərəfdən bəlkə sualınıza cavab verir. Yəni, bu pullar çatmır ki, insanlar kreditləşməyə məcburiyyətində olurlar. İkincisi, yəni ki, biri var statistika, biri də var reallıq. Sözsüz ki, bizdə minimum
səbət var iqtisadi perspektivdə. Yəni minimum insan nələri yeyərək sağ qala bilərdi, minimum kalori ilə belə hesablasaq. Və o səbətə daxil olunan şeylər adətən karbohidratlardır. Onlar isə ucuzdur da. Məsəl üçün çörək arpadan hazırlanır. Niyə görə çörək bütün rasionlarda var? Çünki ən ucuz enerji mənbəyidir. Ən sağlam olmasa da ən ucuzu odur. Eyni şey qarğıdalıdır, eyni şey düyüdür filandır. Yəni ki, ona görə bəlkə səbət çox da böyük olmur. Siz Marsiyanin filminə baxmısınız? O tək bir dənə kartofla 1 il yaşayıbdı da, o da onu gəlib xilas edənə qədər. Bu reallıqdır. Karbohidratlarla bir baxanda bir dənə kartofla da sən sağ qala bilərsən də bu dünyada. Sən bir balaca artıq çəkin olsa ümumiyyətlə rahat qala bilərsən. Ona görə statistika ilə iqtisadi göstəricilər iqtisadçı olmağıma baxmayaraq məni narahat edir. Misal üçün müharibəyə və orduya xərclənən vəsaitlər ümumdaxili məhsulu artırır və iqtisadiyyat üçün bu yaxşıdır. Amma mən sual verirəm də, deyək ki, biz tank istehsal etdik ya da ki, hansısa bir kənddə işıqlandırma ya da internet xətti çəkdik. İkisi də eyni qədər investisiyadır, deyək. İkisinin də ödəyimə təsiri eynidir. Amma insanların xoşbəxtlik perspektivinin hansı daha yaxşıdır? Xoşbəxtlik ölçmürük Azərbaycanda. Dünyada xoşbəxtlik indeksləri var. Yenə də hər şey subyektivdir. Misal üçün, Norveç, misal üçün, Skandinaviya ölkələri adətən bu reytinqdə yüksəkdirlər, amma digər tərəfdən baxırsan ki, onlarda suisid halları da çoxdur. Təəssüf olsun ki, belə bir unikal bir formula yoxdur ki, biz insanların yaxşı və ya pis olmasını iqtisadi perspektivdə ölçə bilək. İcad etmiş özümüz üçün hansısa bir göstəricilər, onların üzərindən gedirik. Ona görə mən həmişə deyirəm ki, iqtisadçılar bütün suallara bir dənə sözlə cavab verə bilərlər. İngiliscə bu söz var, it depends, yəni ki, asılıdır. Asılıdır, 9 manat kimsin ki aşağıdır, kimsin ki çoxdur. Ümumiyyətlə, ölkənin əksəriyyəti bu maaşı alırmı, yoxsa bu orta statistik maaşdır? Və deyək ki, tək yaşayan insan üçün 900 manat nə deməkdir? Evlənən insan üçün 900 manat nədir? Bir uşağı olan, 2 uşağı olan insan üçün 900 manat nə deməkdir? Və bunun perspektivlər həmişə müxtəlifdir. Tək bir hazır cavab yoxdur buna. Bizim insandır, orta statistik bir insandır. Burada adam 400-500, maksimum qazandığı bir 700-800 manatdır. Adam köçür, gedir xaricə. Xaricdə adam biznes qurur, əməlli başlı belə deyim də multimilyoner olur deyə belə deyək. Yəni burada bizim mən belə başa düşürəm ki, insanlarda problem yoxdur. Yəni sistemin özündə problem var onda. İqtisadiyyatda bu böyük bir mövzudur əslində. İqtisadiyyatda uğurlu nə edir? Bütün araşdırmalar, misal üçün Darin Hocamoğlu'nu götürək, bu ilin Nobel mükafatı laureatı, onun çox tanınmış 2 dənə kitabı var. Niyə görə millətlər uğursuz olur filan. Müasir bütün iqtisadi araşdırmalar uğurlu iqtisadiyyatların analizindən gedir. Yəni ki, və biz uğurlu iqtisadiyyatların oxşarlıqlarını tapa bilirik. Biz bilirik ki, orada inklüziv institutlar var, ədalət var, korrupsiya azdır, dövlətin payı çox da ola bilər, az da ola bilər, amma biznesə çox qarışacağı yoxdur. Yəni ki, iqtisadiyyatın böyük hissəsi öz əllərdədir. Lakin biz kasıb ölkələrə baxanda, yaxşı bir kitab var, Poor Economics, kasıbların iqtisadiyyatı, o da Nobel mükafatı laureatları tərəfindən yazılmış bir kitabdır. Onlar sonda deyirlər ki, kasıb ölkələrin varlı ölkəyə gəlib çatması üçün heç bir düstur yoxdur, heç bir eyni yol yoxdur. Biz daim olaraq deyirik ki, həmən də qanun gücü olmalıdır, deyək ki, korrupsiya olmamalıdır, azadlıqlar olmalıdır, falan olmalıdır, amma bir çox dünyada ölkələr var, hansı totalitar diktator rejimlərində, yüksək korrupsiya rejimləri çox böyük uğurlar əldə ediblər. Cənubi Koreyanın özü. Cənubi Koreya son 7 prezidenti korrupsiyaya görə məhkəmə işləri açılıbdır onlara qarşı. Singapur Lee Kuan Yew götürək, Singapur möcüzəsi, o diktator idi. İnsanın istədiyini edirdi, insanlara saqqız çeynəməyə icazə vermirdi. Saqqıza ban qoymuşdu ki, siz səliqəsizlik yaradırsınız. Amma ölkənin inkişafına təsir elədi. Çini götürək, Kommunist partiyasıdır, totalitar rejimdir orada. Heç kim kənar heç nə deyə bilməz siyasi. Siyasi inklüzivlik yoxdur orada.
Orada korrupsiya mən da bilirəm var. başqa cürədir. Orada başqa üstünlükləri var Çinin. Ona görə O sual orasındadır ki, bu üstünlüklər nədir ki, səni uğursuz iqtisadiyyatdan uğurlu edir? İqtisadçılar arasında bununla bağlı bir formula yoxdur. Razılığa gəlməyiblər. Yəni ki, bu 200 ildə biz bu formulanı tapa bilməmişik. Kasıb ölkə, varlı ölkəyə gedəcək yol yoxdur. Və bu səbəbdən biz əgər götürsək Amerika bir nəzəriyyələr doğrudur. Amerika niyə görə də birdən-birə 200 il ərzində ən güclü ölkə oldu. Həm iqtisadiyyat baxımından, həm də hərbi güc tərəfindən də. Və idea orasında idi ki, Avropadan biraz maşenniklər deyirlər də, qanuna qaçanlar köçmüşdü ora. Burada onları içəri basmaz. Onlar da çox Türkçə belə bir söz var, girişimçi, entrepreneurial mindset. Azərbaycan biz hamıya sahibkar deyil, amma sahibkar o deyil, girişimçi deyil. Girişimçi belə çoxlu enerjisi olan, çoxlu iş qurmaq istəyən, gözü həmişə odla, alovla dolan bir insanlardır. Bax bu tipli insanlar həmişə də jurikdə biraz olublar da. Yəni ki, onlar qaçırlar Amerikaya və orada bu American Dream, Amerika arzusunu yaradıblar da. Bacarıqların hesabına sən istədiyin ola bilərsən. Bu azadlıqları veriblər. Amerika qərb fəlsəfəsi üzərində qurulubdur. İndividual azadlıqlar çox vacib rol oynayır. Biz necəsə qərblə şərq arasında qalmışıq, öz mədəniyyətimizi fərqində olmamışıq. Ona görə əgər sən daxili enerjin varsa, sən Amerika kimi ölkədə çox yaxşı özünü tapa bilərsən. Hardakı inklüziv institutlar var, sənə bu şərait yaradılıbdır. Amma bu tipli hallar çoxdur, azdırmı? Mən həmişə bundan narahatam. Biz insanlar önyarğılıyıq. Siz bir dənə nümunə tanıyırsınız, 2 dənə nümunə ola bilsin ki, tanıyırsınız. Amma bu 2 dənə uğurlu nümunə arxasında bəlkə 10 minlərlə digər ora köçən insanlar var və indi nə kim Uber sürürlər də. Misal üçün Uberi də burada da sürə bilərdin, yaxınlarının yanında. Köçürsən Amerikaya, qab yuyursan falan yuyursan. Bir dənə bizim jurnalistimiz vardı, ayın eşki səhv etmirəmsə. Sonra blog açdı. Amma ilk bir neçə ilini sadəcə burada hamı tanıyır, hörmətli jurnalistdir, köçür Amerika, qab yumaqda məşğul oldu. Çox ucuzlu bir kafedə, restoranda. Sonra Amerika Gündəliyi deyə adlı bir podkast, blog sonra açır. Vlog orada Azərbaycanlılar intervyudan keçirir. Özünü sonra tapır. Xanım. Ora Amerika köçəndə gərək Elarizi götürək də. Burada mənə yaxşı toylara zada gedirdi. Sonuncu dəfə Amerikada olanda balaca bir, bilirsiniz, bu otaq boyda bir Bakı Azərbaycan mətbəxi restoranı var. Orada oxuyur da insan indi. Amma Amerikada yaşayır. İndi prosta onları da başa düşmək olmur əslində. Mən başa düşərəm, adam prosta hər şeyi yoxlayır, alınmır, köçür. Bir də var ki, bunlar burada bir karyera qurublar, onlar da köçmək istəyirlər. İnsanlar müxtəlifdir. Biz ən yaxşı öz xoşbəxtlikləri barədə insan özü bilir də. Biz nə bilə bilərik? Biz onların həyatını yaşamırıq, onların təcrübəsini yaşamaq. Bəlkə kimsə incitibdir onları burada, bəlkə kimsə onlar kimdənsə inciyiblər, ya da kimi incitiblər. Hər şey ola bilər. Yəni ki, hər bir insanın öz təcrübəsi, öz həyatı var, qərarlar verir və qərarlar elə deyil ki, mən ora köçdüm, sonra qayıda bilmərəm istənilən zaman. Mən başa düşürəm. İndi bizdə cavan bir belə deyim də, təzə inkişaf eləyən bir ölkəkdə hələ formalaşır bu şeylər. Amma bu struktur nə vaxt bir vəziyyətinə gələcək ki, orta təbəqə heç olmasa formalaşa bilsin də, belə deyim də, yəni. Bunun üçün nə lazımdır? Ümumiyyətlə nə addımlar atmaq lazımdır burada? Bu yaxşı sualdır. Mənə daim olaraq Azərbaycan iqtisadiyyatını şərh etməyə soruşanda mən deyirəm, mən şərh etmirəm çünki anlamıram. Ümumiyyətlə hər bir ölkənin başlanğıcı onun mədəniyyətindən başlayır da. Biz Azərbaycanlı kimik? Biz qərbik yoxsa şərq? Biz onların arasındayıq. Bizim fəlsəfəmiz nədir? Misal üçün biz uğurlu qərb ölkələrini götürsək, Sinqapurdur, Malayziyadır, Vyetnamdır, Çindir, Cənubi Koreyadır. Onlar prinsipcə Konfusyan fəlsəfəsi üzərində qurublar. Qərb fəlsəfəsi, o da miniliklərlə bunun dövriyyəsi var. Orada misal üçün iyerarxiya, hökumətə böyük hörmət var, elitə hörmət var. Onlar daha çox bəlkə monarxik sistemlərə rahatdılar. Və bu səbəbdən bu ölkələrdə totalitar, avtoritar rejimlər effektiv işləyə bilir. Qərbdə isə elə deyil. Qərbdə isə individualist fəlsəfəsidir, John Locke fəlsəfəsidir, hardakı fərdi azadlıqlar çox vacibdir. Və ona görə qərbdə bu tipli institutlar işləmir. Burada demokratiyadır, burada da, amma hər ikisi çox yaxşı iqtisadi nəticələr göstərir. Mənim bu uzun illər tapmağa çalışdığım mövzu
Azərbaycanlılar kimdir? Biz qərbi yoxsa şərqi? Hal-hazırda biz nə oradayıq, nə buradayıq və bunun bir minusu odur ki, sənin identikliyin təmin olunmadığı təqdirdə, sənin mədəniyyətin təyin olunmadığı müddətdə sənin dəyərlərin təyin olunmur. Məsələn, biz təşkilatları götürək də, sən əvvəlcə mədəniyyət qurursan, mədəniyyət üzərində dəyərlər var, dəyərlərin davranış indikatorları var və bütün bu davranış indikatorları sənin bütün biznes prosesləri və şamil olunur. Deyək ki, səndə dəyər azadlıqdır. Mədəniyyəti sən qurursan ki, deyək, mən Firuzəyə təşkilat olmaq istəyirəm, hamı burada müstəqil işləsin, hamı öz maksimal potensialını tapsın, işçilər işə qoşulsun, engagement-də Azərbaycanca bu söz yoxdur. Azadlıq, cavabdehlik mənim təməl dəyərlərimdədir və mən recruitment proseslərinə başlamış, işə qəbul proseslərinə başlamış belə insanlar seçirəm ki, bu dəyərlərə uyğun olan insanlar olsun. Eyni şey də dövlətə məxsusdur. Bizdə bir çox qərbin düşünürəm ən pis xasiyyətlərini götürdüyü bu bəlkə konsumerizmi. Ayağımızı yorğanımıza görə uzatmırıq. Qısa müddətli həzlər üçün uzun müddətli rifahı qurban veririk. Misal üçün nə? Bu gün yaşayım, bu gün mən yaxşı yaşayım, sonra nə olar? Mən öz sosial mediamda Rose Blumkinin hekayəsini paylaşmışdım. Rose Blumkin Amerikaya keçən əsrin əvvəlində köçmüş bir Rus immigrant idi. Yahudidir, amma Rusiyadan köçübdür. 25 il fəhləliklə məşğul olubdu və hər ay $50 qırağa qoyubdu. O vaxt üçün $50 maaşın 1/3 idi. Deyək ki, əgər siz bu gün 1000 manat alırsınızsa, 300 manatını 25 il ərzində qırağa qoyubdu. Sonra 25 il ərzində fəhləlik edərək o yığdığı pulla gedir birinci dəst mebel alır və satır onu. 20 ildən sonra ABŞ-nin ən böyük mebel satış şəbəkəsini qurur. Və 80 yaşında, hardasa 1982-ci ildə Warren Buffett-ə öz şirkətini satır $80 milyon. Yəni o vaxtında yaxşı puldur. O vaxt üçün böyük puldur. Və mənə cavanlar orada şərtlər bilirsiniz nə yazır? Deyir, arvadın başı işləmir. Bütün cavanlığını boş-boşuna fəhləlik eləyib, o pulları götürərdi, keyf eləyərdi. Bax, budur məni narahat edən. Kapital ibincə yaratmaq lazımdır axı. Onlar bu gündən yaşamaq istəyir. Çində misal üçün, yəni Konfusiyan fəlsəfəsində o deyil. Bizim uzun müddətli planımız var, biz ona doğru gedirik. Çinin planı 1990-cı ildə onların qəbul etdiyi strategiya 2050 adlanırdı. Onlar 70 illik, 60 illik plan qurmuşdular da özləri üçün və ona doğru gedirdilər. Belə baxanda uğurlu da gedirlər. Uğurlu da gedirlər. Yəni ki, onlar bilirdilər ki, zəifdirlər, iqtisadiyyatları güclü deyil, ABŞ-nin qoyduğu qaydalarla oynamaq lazımdır, onların başını sığallamaq lazımdır, bəli ağa demək lazımdır. Ta 2050-ci ilə qədər harada ki, onlar artıq güclü geosiyasi gücə malik olacaq. Həm böyük iqtisadiyyatlar olacaqdır, bəlkə ABŞ-dən böyük, həm də ki, güclü hərbi qüvvələr olacaqdır ki, onlar da öz sözünü deyə bilsinlər. Bütün hal-hazırda başlayan geosiyasi proseslər niyə görədir? ABŞ bunu gördü, hara gedir Çin, artıq 25-ci ildə. Onların əsas göstərici növbəti 25 ildə olacaqdır da. Nə vaxt ki, onlar həddindən artıq çox güclənəcəkdilər. Onlar deyirlər ki, indidən biz bunu kəsək, indidən dayandıraq. Yəni o onlar gedib ora çayın qabağını çətin kəsəsən, onlar proqresə gedirlər əslində. Onlar çox çətin olacaqdır prosesə keçmək. Məsələn bir şey, siz qəşəng bir misal çəkdiniz bayaq da o xanımla bağlı. Xanım idi yoxsa bəy idi? Xanımdır. Xanım idi. Yaxşı bir misal çəkdiniz. Deməli, onda elə belə çıxır ki, bizdə insanlar öz maaşlarını düzgün idarə edə bilmirlər. Buna görə də belə situasiyalar yaranır. İnsanlar öz-özlüyündə hər yerdə, dünyada qısa müddətli düşünməyi uzun müddətli düşünə bilmir. Məsələn, davranış iqtisadiyyatı bunu... Sahibkara məxsus bir şeydir. Mən düşünürəm, sahibkarlar çox balaca bir faizdir da bütün əhalinin. Bəlkə hansısa bir ayrı-ayrılı insanlar uzun müddətli düşünə bilir. Məsəl üçün, əgər sən dövlət qulluqçusansa, əgər sən dövlət mənafini qoruyursansa, sən uzun müddətli düşünməlisən də, qısa müddətli düşünə bilməsən. Amma əksərən insanlar qısa müddətli düşünəndirlər. Məsəl üçün, siz 20 yaşlı təzə işə başlayan bir cavan insana desəz ki, pensiyanı düşüngünlə yavaş-yavaş pensiyanın üçün pul ayır. O heç vaxt bunu eləməyəcəkdir. Deyəcək, mən pensiya 45 ildən sonra çıxacam. Allah bilir nə olacaqdır. Qoy mən bu gündən yaşayım. İndi nə var o da? Və ona görə məsəl dövlət insanın bu zərifliyini anlayaraq, məsəl icbari pensiya ayırmalarını
əksər bütün dünyada pensiya ayırmaları icbaridir. Çünki insanların özünə saxlasan bunu heç vaxt eləməyəcəklər. Amma onlar sonra pensiya çıxandan sonra böyük bir yük olacaqlar dövlət qarşısında. Ona görə onlar indidən onlar üçün yığırlar ki, bu riskləri gələcəkdə azalsınlar. Ya budur, insanlar təsvir olsun ki, bu günlə yaşamaq istəyir, bu gün yaxşı yaşamaq istəyir, bu gün sonuncu iPhone istəyir, daha yaxşı maşın. Və bu kütlənin hardasa köləliyə çevrilməsinə gəlib çıxarır. Bunun iqtisadi səbəbləri də var. Bank elitasına bütün bunlar çox faydalıdır. Onlar pula satırlar, faiz qazanırlar, bonuslarını alırlar, çıxıb gedirlər. Bir mifik bir sənə həyat tərzi bəxş etməklə də sən düşünürsən ki, səndə hər şey var, amma əslində heç biri səninki deyil də, səninki. Evin ipotekada, maşın kreditdədir, aldığın televizor belə kreditlədir. O təsvir edəcəyim faktordur ki, biz şərq-qərb fəlsəfəsindən bunu götürdük. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznes-Qərb komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Hətta maaş alaraq belə maliyyə azadlığına çıxmaq üçün belə deyim də alternativ mənbələrdən istifadə eləmək olarmı və bunu insanlar necə etməlidir paralel olaraq işlə? Ölkənin yarısı lənətləyir, digər yarısı bəyənir. Lənətləyən insanlar isə mənim əsas bir dənə hər zaman sosial mediada, LinkedIn-də və falan hər yerdə biz daha çox işləməliyik. Çünki biz kasıb ölkəyik. Azərbaycanlı orta statistika əsasən siz və mən burada oturmuşuqsa 500 manatlıq ayda dəyər yaradırıq. Hansı ki satmaq olar. Sən 500 manat dəyər yaratmaqla varlı ola bilməyəcəksən də, sən 2000 qazana bilməyəcəksən. Əgər sənin ortalama yaratdığın mal və ya xidmət dəyəri cəmi 500 manatdırsa. Bunun üçün çox işləmək lazımdır. İnsanlar deyirlər, bu nədir? Niyə görə biz çox işləməliyik? Sən, mən nə bilim, rəhbər olsan ümumiyyətlə, o klassik Sovet vaxtında yadınızdadır, karikaturalar vardı, kapitalistlər ki, hansı ki insanları əzir. Mən deyirəm, əzizlərim, mən çox işləyin deyəndə mən onu nəzərdə tutmuram ki, siz gedin eyni işlə 15 daşıyın da 15 saat. Sizin arzularınızı 9-dan 6-ya kimi gördüyünüz iş pozmur. Sizin arzularınızın reallaşmasını əngəlləyən və işdən çıxdınız, ondan sonra nə ilə məşğul olursunuz? Mütaliə edirsiniz, kitab oxuyursunuz, investisiya kitabları oxuyursunuz, nəsə vloq açırsınız, nəsə eləyirsiniz. Bu oturub TikTok-a baxırlar. Aynen, mən onu deyirəm. Sizin arzularınızı böldürür. Saat işi bitirəndən sonra saat 6-dan yatmağa gedirsiniz ki, saat 11-də, 12-də. Bax, bu arada etdiyiniz öldürür sizin arzuları. Yəni sərmayəni qoymaq lazımdır elminizə, belə düz başa düşürəm mən. Bilik əlbəttə ki, sizin beyninizə heç kim monopoliya qoya bilməz, heç kim rüsum tətbiq edə bilməz sizin beyninizə, heç kim qadağan qoya bilməz ki, sizin beyninizə Azərbaycanın idxalı dayandırılsın ya da kimsə. Hələlik. Yox, mümkün deyil də. Yəni beyin ən yeganə risksiz investisiyadır da. Və sual orada olur ki, siz potensialınızı necə aşkar edirsiniz? Və başlayırlar qurban moduna girməyə adətən ki, mən belə yorğun gəlirəm, hələ oturum nəyisə üzərində işləyim. Deyirəm, əgər sən qurban modunda düşünməyə davam edəcəksənsə, elə də qalacaqsan. Sən həmiş ömrünün axırına kimi kimisə günahlandıracaqsan. İşim çoxdur, yorulmuşam, mən nə bilim, monopoliya var, o var. Milyon dənə bəhanə gətirmək olar, amma sonda sual odur ki, onları qırağa qoyur, sən özün neynəmirsən? Sən hansı yeni bilik əldə etmirsən? Azərbaycana o perspektivdən şükür demək lazımdır. Biz Şimali Koreya deyilik də. Bütün internetimiz açıqdır. İstənilən ölkəyə gedib uça bilərsiniz. İstənilən ölkədən biliklər əldə edə bilərsiniz. Azadlıqlar var. Yəni bilik azadlığı, öyrənmək azadlığı Azərbaycanda dünyanın istənilən ən qabaqcıl ölkəsinə bərabərdir. Siz evinizdə oturub Harvardın professorlarının leksiyalarına qulaq asa bilərsiniz, dərslərini ala bilərsiniz. Əksəriyyəti pulsuzdur, ödənişli də deyil. Dil bilmək istəyirsinizsə, indi süni intellektlə ümumiyyətlə çox rahat olubdur. Amma süni intellektdən öncə mən nə bilim Duolingo-nu ilə $40 da, $40 düşünürəm ilə tapmaq olardı ingilis dilini öyrənmək üçün də. Götürür də, özdə pullu versiyası da, pulsuz da var. Sadəcə daha limitlidir. Deyirəm, öyrənin ingilis dilini, öyrənin yeni bacarıqlarını. Bütün ölkələr açıqdır. Otur Azərbaycandan əyləşərək sən xaricdə işləyə bilərsən. Bizim bir çox IT mütəxəssislərimiz belə eləyir, dollarla maaş alır, xaricə işləyir. Sizi dayandıran kənar faktorlar var. Mən demirəm ki, onlar yoxdur. Amma siz nə edirsiniz? İlk olaraq ondan başlaya bilərsinizmi ki,
mən nəsə etdim və məndə alınmadı. Siz heç nə etmirsiniz, sadəcə deyirsiniz kənar faktorlar var. Ona görə mən ümumiyyətlə heç nə etməyəcəm. Yəni bu davam etdikcə təsvir olsun ki, siz bu kasıbçılığın çevrəsindən çıxa bilmirsiniz. Çünki heç nə eləmirsiniz bunun üçün. Fərid bəy, orada bir həm də başqa bir situasiya yaranır ki, insanlar belə fikirləşirlər ki, məsəl üçün də mən gedirəm və mənə orada yüksək maaş verməlidirlər. Amma mənim o bilik səviyyəm ona uyğun gəlmir. Düz demir, uyğun gəlmir. O deyir gəlir. Amma fakt götürəndə, yəni biz də indi bir əməkdaşlar işlədirik, bilirik də, yəni nədir götürürük ki, onda da görürsən ki, yəni okey, bu səviyyəyə gətirənə kimi müəyyən bir vaxt gedir, resurs gedir. Həm də ki, özünüz bilirsiniz də bir sahibkar olaraq, yəni o nə qədər vergi yükləri də var hələ, hansı ki, sahibkarın üzərinə düşür. O sahibkar əlbəttə ki, istəyər onu çox versin. Yəni özündə saxlasın, adamlar getməsin də yanından, təbii ki, maaş. Amma vəziyyət elədir ki, indi ölkədə vəziyyət elədir ki, böyük şirkətin də vergi yükü eynidir, kiçik belə deyim də, kiçik şirkətin də, kiçik mikro biznesin də eyni yükü var, eyni vergi yükü var. Yəni burada bu mən bilən disbalans mən bilən oradan başlayır. Başlayır ki, bu insanlar da düzdür, bir tərəfdən mən sizinlə razıyam. İnsanların öz təhsilinə, öz biliyinə pul qoymaq istəmirlər. İstəyirlər, siz demiş, hazıra nazir gəlsinlər. Həm də ki, ikinci bir məsələ də mən belə başa düşdüm sizin dediyinizdən ki, ayaqlarını yorğanlarına görə uzatmırlar. Birdən-birə 500 manatlıq maaş alır, 3000 manatlıq telefon istəyir, yəni o da düz gəlmir. İnsan özünə və həqiqətən öz biliyinə sərmayə qoymalıdır. Başqa nəyə sərmayə qoya bilər ki, məsəl üçün də gələcəyini sığortalasın da, belə deyim? Mən sərmayələrlə bağlı məsləhət verməyi sevmirəm, çünki özüm investor deyiləm də, yəni trader deyiləm. Özüm üçün nəsə eləyirəm, amma sırf bu mənim üçündür. Mənim risk tolerantlığım var, mənim ailə quruluşum var. Mənim öz aylıq xərclərim var. Mən bunları nəzərə alırıq. Sadə insanlardan mən əminliklə nəsə etmək lazımdır. Əminliklə maliyyə savadlığı əldə etmək lazımdır. Bazı kitablar var. Intelligent Investor'dır. Ümumiyyətlə bu tipli investisiyalarla bağlı çoxlu özünü savadlandırmaq lazımdır və bunu əslində məktəbdən başlamaq lazımdır. Bizim məktəb sistemini götürsək, mən Sovet dönəmində məktəbi oxumağa başlamışam, müstəqil Azərbaycanda artıq bitirmişəm. Və indiki uşaqlara baxıram və prinsipcə eyni şeyi öyrənirlər. Baxmayaraq ki, bizim aramızda 2 dənə nəsil fərq var artıq. Amma onlar eyni sistem üzərinə gedirlər, eyni şeyləri öyrənirlər. Və mən sual verirəm, sizə satış bacarıqlarını öyrədirlər məktəbdə? Ən vacib bacarıqlardan biridir. Əsas məsələ. Sizə iqtisadiyyatı, maliyyə göstəricilərin analizini öyrədirlər. 11-ci sinifə loqaritm keçməkdənsə, mən deyirəm, xalis mənfəətin hesablanması, şirkətin maliyyə analizini keçin, iqtisadi göstəricilərin analizini keçin də, qat-qat daha maraqlı fənlərdir də. Deyirəm, sizə KK quruculuğu keçirlərmi? Çünki bu çox vacib, kommunikasiya bacarıqları çox vacibdir bu dünyada. Sizə KK quruculuğu keçirlərmi? Yəni ki, sizin bir ideyanız var, siz bu ideyanı hansı formada təsvir etməlisiniz ki, insanlara buna xoş olsun və sizə inansınlar. Bu fənni keçirsinizmi? Deyirəm, neçə il yenə də keçməlidir ki, biz bazı tələb olunan çox vacib bacarıqları uşaqlara keçək. İndi az qala 12 ilə gəlib çatdırmaq istəyirlər bu məktəb dövrünü. Və mən anlamıram, siz 12 ildə nə öyrədəcəksiniz uşaqlara? Özü ümumiyyətlə indi belə bir dövr gəlir ki, bir çox şeyləri süni intellekt edəcəkdir. Sən telefonuna deyəcəksən, bir də şəklini çəkəcəksən, bunu mənə həll elə, telefonun həll edib səni verəcəkdir. Çox adamları belə işsiz qoyur. Amma siz oturursunuz, 21-ci əsrin 25-ci, artıq 26-cı ilə gəlibdir. Oturursunuz və mən 30 il əvvəl oxuduqlarımı eynisini onlara oxutdurursunuz. Heç bir təzə bir şey yoxdur. Və sonra şikayətlənirik ki, bu uşaqlar hazırlıqsız çıxır. 11 il orada itirirlər məktəbdə. Sonra 4 il girirlər, bakalavr oxuyurlar. Ağılsızlıqdır 4 il bakalavrda oxumaqdır. Bakalavr 2 ildən çox olmamalıdır. Bakalavrda sən nə verəcəksən uşaqlara? Amerikanı götür, onlar çox, ya da mən maliyyə konsaltinqində işləyirəm. Onların 2 dənə beynəlxalq akkreditasiyası var. ACCA, əgər mühasibsənsə, ya da CFA, Chartered Financial Analyst, əgər maliyyəçisənsə. Sən bunların ikisini il yarımı bitirə bilərsən və Avropada və Amerika bu bakalavr səviyyəsinə tanınan diplomdur.
Sən elə 1 il yarımı oraya sərf elə, konkret olaraq maliyyə, mühasibatı bilikləri nədir? Sən o bakalavrın hazırdır. Siz niyə görə 4 il uşaqların vaxtını itirirsiniz? Özü ilk ili yenə də gic fənlər, ali riyaziyyat, fizika, mən nə bilim iqtisadiyyata giriş, hamı ümumi bla bla bladır. Ümumi biliklər verirlər də. Olmazmı ki siz məktəbi 10 il eləyəsiniz və 5 yaşından başlayasınız məktəbə? Uşaqlar 15 yaşında bitirsinlər məktəbi və orada çox praktiki biliklər, iqtisadiyyat, heykəlquruluculuq, satış, prezentasiya bacarıqları falan, onları 10 il ərzində verirsən. İnformasiya texnologiya, süni intellektdən istifadə falan hamısı onun içində olmalıdır. 2 il sonra bakalavr oxuyurlar, spesifik öz sahəsi üçün ixtisaslaşmış proqram, 1 ildə magistrdir. Düz hazır mütəxəssis yetişir. 18 yaşında onlar çıxsınlar, işləməyə başlasınlar da. Və sən ən gözəl vaxtı odur da. Sən onları oxutdurursan az qala 23, 24, 25 yaşına qədər. Bu insanlar nə vaxt pul qazanmalıdır ondan sonra ailə qurmalıdır. Sən sonra ailə qurandan sonra 60 yaşına kimi çoxlu işləməlidir ki, sonra keyf eləyə bilsin də. Sən vaxtı çəkində biraz qabağa da. Dünya elə templərlə gedir ki, niyə görə vaxt itirirsən? Niyə görə 7-8 ilini boş-boşuna verirlər uşaqlar oxuyaraq? Birincisi, bioloji olaraq prime vaxtı gedir də. Qadınların prime vaxtı 18 yaşına, 25 yaşına kimidir. Nə vaxt ki, onlar ən cəlb edicidirlər, yaxşı uşaq dünyaya gətirə bilərlər. Sən onların 18 yaşından ali təhsilini bitir. Onlar işləməyə başlasınlar, 22-23 yaşında artıq normal bir gəlirləri olsun, ailə qursunlar və davam etsinlər. Səninki sistemin onları 30 yaşına kimi gətirir. 30 yaşından sonra artıq bioloji olaraq çətindir. Digər bütün şeylər, artıq Down sindromu ehtimalı çoxalır uşaqlarda, digər xəstəliklər, yəni biologiyaya qarşı gedə bilmirik və həmçinin təkamülə də qarşı gedə bilmirik. Dünya o qədər qabağa gedibdir ki, bizim təhsil sistemimiz bu ilə nə edəcəkdir, mən bilmirəm. Bu rifah qatarı artıq işıq sürəti ilə gedir. Biz isə hələ peronda oturmuşuq, gözləyirik ki, biz nə vaxt gedib bu qatara minəcəyik. Yavaş-yavaş onun arxasıca belə gedirik ki, biz gedib çataq. Amma təsvir olsun ki, mən yenə də bu cəsarəti görmürəm. Təhsil sistemində, əmək sistemində, misal üçün biz Azərbaycanlıları hələ əmək sistemini götürək də, deyilə təhsil bərbad gündədir də. Tamamilə bugünkü reallıqlar uyğunlaşmayandır da. Heç kimə 11-12 il məktəbdə oxumaq lazım deyil. Heç kimə 4 il bakalavr lazım deyil. Heç kimə 1 illik magistr lazım deyil. Yəni ki, bütün bilikləri qat-qat tez şəkildə, daha keyfiyyətli şəkildə əldə etmək olar. Amma gəlin bizə baxaq da, biz Azərbaycan olaraq kasıb ölkəyik, balaca bir iqtisadiyyatımız var. Amma çoxlu bayramlarımız var. Bizim əmək, mən sahibkar kimi demirəm, mən istərdim ki, insanlar dincəlsin, amma mən istərdim ki, insanlar çoxlu pul olarkən dincəlsinlər də. Sən 500 manat məhsul istehsal etməkdən necə dincələcəksən də bu dünyada? Hara gedir, uşaqlarını aparacaqsan Parisə gəzməyə, yoxsa mən Ibitsəyə gedəcəksiniz, yoxsa Maldivə gedəcəksiniz, hara gedəcəksiniz dincəlməyə? Əslində onlar, məsəl üçün, dövlətdə bir dəqiqə işləyənlər çoxdur deyə onlara sərf eləyir o elə. Amma bu sahibkarlar bundan çox əziyyət çəkir. Azərbaycanda əmək müqavilələrinin 78% ya hökumətlədir, ya da dövlət qurumları iləndir. Yəni böyük dövlət şirkətləri iləndir. Yəni ölkənin əlbəttə ki, onlar prinsip üçün özəl də var, amma 78% onlardır. Yəni əmək müqavilə. Mən əmək müqavilələrindən söhbət gedir, özünün məşğulluqlardan söhbət getmir də, özünün rəsmiyyət deyilsin. Bəli, rəsmi olaraq. Odur və əlbəttə ki, onlar üçün bu sərf edir ki, onlar işləməyərək onsuz da dövlət pullarını verir. Onsuz da bizim neftimiz, qazımız, suyumuz, bunlar verir onların pulunu. Onlar üçün daha çox işləmək, daha çox məhsuldar olmaq kimi ehtiyacları yoxdur. 78% insanın. Qalır yük qalanlarının boyuna hansı ki, real dəyər yaratmaq məcburiyyətində, hansı rəqabət içində işləyir. Onlar üçün çox çətindir. Və mən ona görə bu Avropa modelini biz götürmüşük də əksərən də bu demokratik, sosial ədalət falan. Amma biz Avropa olandan sonraki modelini götürmüşük də. Avropa'da modeli yox. Yəni ki, Almaniyanın mənəm 40-cı illərdəki modeli bu idimi? Yəni onlar da cəmi ildə 2000 saat işləyirdilər də, yoxsa yox. Ölkə dağılmışdı da. Amerikanı götürək də. Amerikada bu qədər bayram yoxdur da. Yəni ki, onlarda azınlıq məzuniyyəti belə ödənişsizdir. Mən demirəm ki, bu düzdür, yanlışdır, amma ölkənin fəlsəfəsi böyük bir işləmək drive üzərində qurulub. Sən əgər işləməsən, sən məhv olacaqsan Amerika, sən məhv edəcəkdir. Amma işləsən, çox varlı edəcəkdir səni Amerika.
Mən düşünürəm ki, bəlkə inkişaf etməkdə olan ölkələr üçün bu fəlsəfə daha vacibdir. Nə vaxt ki biz bunları qururuq. Amma kontrargument odur da, nə edirik ki, onsuz da məndən dövlətdən pulumuz gəlir, neftimizdən, qazımızdan pul 78% insandan söhbət gedir ki, hansını ki işlədi, çox işlədi, az işlədi, ümumiyyətlə heç bir faydası yoxdur da onların. Yəni ki, çoxluğu təşkil edirlər də onlar. Və mənim argumentim artıq bitir burada. Mən onlara heç nə deyə bilmirəm. Onlar da nə edirəm ki, çox işləyirəm. Çox işləyib nə edəcəm? Daha çox neft istehsal edəcəm, o da olmayacaq. Ona görə dirənirsən burada və bir söz deyə bilmirsən. Ya da ki, daha cavan, çox da qeyri-müdrik olmadı. Biz həyatda da bir dəfə yaşayırıq da. Niyə görə o qədər əziyyət çəkək də, işləyirik də, Allaha şükür. Məndən kimdəsə var, o orada əmək haqqı da 900.000 manat alırıq. İnsanların gözündə acılıq yoxdur. Yəni ki, acılıq bilirsiniz hansı perspektivdən daha böyük nailiyyət olum, daha yaxşı olum, möhtəşəm bir işlər görüm, ali bir işlər görüm, universitet açım, mən nə bilim də, dünya şöhrətli bir şirkət qurum, uşaqlarıma qalsın. Bunu görmürsən. Mən sizə bir şey deyim, bayaq təhsilə toxundunuz. Mənə prosta maraqlıdır ki, bu Avropanın, Amerikanın özündə də yəni bu sürətlə keçid eləyirlərmi siz dediyiniz kimi, yoxsa onlar da eyni bizim tempdən gedir? Onlarda prinsip şeyində biz bu trendi görürük ki, Amerikanın xüsusilə onlar artıq heç nə diplom tələb etmirlər. Bizdə ali təhsil diplomu bir çox iş yerlərində tələbdir də, sadəcə yoxdur ali təhsil, sən sadəcə işə başlaya bilmirsən. Amma bir çox yerlərdə birincisi bu yoxdur, ikincisi onlarda xüsusi sertifikasiyalar var da, dediyim ki, CFA, Chartered Financial Analyst ya da ACCA, ya da digər. Onlar o sertifikata baxırlar, onlar üçün bu yetərlidir. Ya da ki, sən tapşırığa baxırlar, sənə tapşırıq test verirlər, keçirsənsə işə götürürlər. Yəni ki, yavaş-yavaş bu böyük bir bubble dediyimizdə bu şişmiş bir puzir dağılmağa başlayır bütün dünyada və bu biznesdə aydındır ki, universitetlər bunu uzatmaq istəyir. Yəni ki, onlar üçün bu puldur ki, insan orada oxuyur, eləyir, xərc çəkir, nə qədər çox eləyəcəksə o qədər də çox çəkəcəkdir. Amma Britaniya sistemi misal üçün mənim üçün daha maraqlıdır. Onlar məktəbin son ilini universitetin birinci kursu kimi qəbul edirlər. Ona görə onlar məktəbdə oxuyaraq universiteti sonra 3 il oxuyurlar və 1 il magistraturanı bitirirlər. Məsələn, İngiltərə buna gedibdir. Sən orada ali təhsili, tam ali təhsili 4 ilə bitirirsən. Mən deyirəm, eyni şey siz edin və daha yaxşısını edin. Biz İngiltərə deyilik. İngiltərənin iqtisadiyyatı böyükdür, onun institutları var, onun imperiya olubdur da. Onlar 12 il oxuyub, 3 il bakalavr, 1 il magistri bitirə bilirlərsə, biz bunlardan qat-qat tez getməliyik. Biz 10 ilə məktəbi bitirməliyik, 2 ilə universiteti bitirməliyik, 1 ilə magistraturanı bitirməliyik ki, biz daha tez işə başlayaq, rəqabətçil ola bilək. Gedib onların səviyyəsinə daha tez çata bilək. Onlar elə oxuyana qədər bizim uşaqlar artıq çıxıb işləsin, dəyər qaytarsın, dəyər yaratsın, satsın, bacarsın bunu etmək ki, biz gedib onlara daha tez çataq. Fundamentdə budur problem. Sizcə niyə qorxurlar ki, bu yeniliyi eləməyə? Niyə görə qorxurlar? Mən yenə Azərbaycanda bir nazirlik tanıyıram ki, hansı ki, öz təşkilatı dəyərlərində cəsarət sözünü salıbdır. Bu da rəqəmsal inkişaf və nəqliyyat nazirliyidir. Mən başqa heç bir dövlət qurumunda cəsarətin dəyərlər içərisində olmasını görməmişəm. Və siz nəticələrə baxsaz, Rəşad Nəbiyev və onun komandası Azərbaycanda bəlkə bir nömrəli nəticələr göstərir. Onların idarəsində olan bütün nəqliyyat, logistika kanalları, dəmir yolları olsun, Azal olsun, bu telekom şirkətləri olsun, onlar hamısı illər boyu minusda işləyibdir də. Amma onlar 2 il ərzində onların transformasiya edib plusa çıxartdılar. Əlbəttə ki, biraz bəxtləri gətirdi, müharibə başladı, orada koridor böyüdü, Rusiyadakı avia şirkətlərə ban qoyuldu, Azal bunun sayəsində çoxlu pul qazandı bildi. Hazır olmasaydı olmazdı. Yəni ki, o da var. Mən demirəm ki, İngiliscə belə bir söz var, low hanging fruit, aşağıdan sallanan meyvələr. Siz ağaca yaxınlaşanda ilk öncə o aşağıda sallanan meyvələri dərirsiniz də ki, yuxarı çıxmağa xot yoxdur. Bu çoxdur, sözsüz, amma yenə də nəticə göstərə biliblər bu perspektivdən. Və bunu göstərir ki, cəsarət lazımdır. Cəsarətli addımlar etmədikcə siz görməyəcəksiniz. Misal siz
Elm və Təhsil Nazirliyində cəsarət görürsünüzmü? Cəsarətli bir addımların atıldığını görürsünüzmü? Əslində mən sizə deyim ki, belə deyim də, mənim indi bizim uşaqlar da oxuyurlar indi hal-hazırda. Yük görürəm. Uşaqlara görürəm ki, elə yüklüyürlər ki, yəni siz inanasınız, mən özümlə müqayisə edirəm, mən 5-ci, 6-cı sinifdə o qədər yüküm yox idi mənim. Yəni bu 1-ci sinifdə, 2-ci sinifdə o qədər yük yükləyirlər ona. O qalsın qırağa, amma bir dənə xoşuma gələn bir tərəfi var ki, bu təbiəti öyrənək, bu tipli belə bir şey var, fən var. Mənim əslində o çox xoşuma gəldi o fən orada. Orada maraqlı bir şey öyrədilər ki, bu falan şeyi belə eləmək olmaz. Yəni görsən ki, o belə deyim də, məişətdən olan bir şeydir. Hansı ki öyrədilər ki, toka əlini belə soxmaq olmaz, falan şey belə eləmək olmaz. Adi şeyləri öyrədilər. Əslində bu bir tərəfdən xoşum gəldi ondan, amma çatışmazlıq odur ki, həddindən artıq yükləmə var. Siz inanmazsınız, uşaq prosta dərsdən gəlir, axşama kimi heç eləyə bilmir. Yəni uşaq da deyim ki, belə bacarıqlı uşaqdır. Yəni sıravına vaxt görsən ki, çatdıra bilmir. Belə boşluqlar var. Mən yükləməyin tərəfdarıyam. Biz çox işləməliyik, uşaqlara çoxlu şey öyrətməliyik, amma sadəcə lazımlı şeylər öyrətməliyik. Təbii, əlbəttə. Əgər uşağınız məktəbi bitirəndən sonra 15-16 yaşında şirkətin maliyyə hesabatını oxuya bilmirsə, misal üçün profit loss nədir, xalis mənfəət nədir, gəlir nədir, xərc nədir, balans şit nədir, bunu anlamırsa, iqtisadiyyatın analizini apara bilmirsə, misal mən hansı bir ölkəyə köçmək istəyirəm, niyə görə köçmək istəyirsən, Pestel analizini bilirsən, ölkənin analizini edə bilirsən və bunlar 15 yaşında müasir uşaq üçün çox sadə bir şeylərdir. Amma biz bunu 3-cü, 4-cü kurs universitetlərdə hal-hazırda dərs keçirik. Biz o bilikləri indirməliyik daha aşağı. Uşaqlar məktəbi qutarandan belə onlarda bu girişimçi kafası yaransın. Onlar bilsinlər ki, pul nədir, pul hardan gəlir, pulu necə yatıra bilərəm, hansı formaları var pulun yatırılmasının, öz pullarımı necə idarə edə bilərəm. Praktik biliklər. Kimə lazımdır loqaritmalar bugün, inteqrallar bugün? Vurma cədvəli kimə lazımdır bugün? Siz nə vaxt vurmanı sonuncu dəfə beyninizdə eləmisiniz? Yox, mən deyim ki, vurma cədvəli lazımdır, amma loqaritma mənim həyatımda yadıma gəlmir istifadə etdiyim. Harda işlədəcəksiniz vurma cədvəlini elementar olaraq da? Nə qədər vaxt sərf edirik ki, bunu beyninizdə sonuncu dəfə vurmanı nə vaxt eləmisiniz? Yox, vurma cədvəli mən eləyirəm. Vurma cədvəli məncə lazımdır insanlara. Siz işlədirsiniz, işlətmirsiniz. İstifadə edirəm, bəli. Gündəlik həyatınızda istifadə edirəm. Amma yox, demirəm onda bu məsələn 65-i 78-ə vururam, onu şey eləyirəm, beynimdə yox. Amma xırda şeyləri yəni eləyirik. Amma məsəl üçün mən sizinlə çox razıyam ki, loqaritmadır, inteqraldır, belə şeylər. Yəni bunu universitetdə kim istəyir, məsəl üçün gedib oxuya bilər bunu. Yəni nə qədər ehtiyac var ki, bunu sadə insan oxumalıdır bunu. Və bütün bunların bu vaxtı ayırıb digər fundamental vacib olan biliklərə yönəltsələr, bu lazımsız yükləmələri olsun da yolçular yaxşıca satış strategiyaları yazsınlar. Deyək ki, 11-ci siniflər startap yarışması eləsinlər. Nəsə bir məhsul istehsal edirəm, mən onu necə sata bilərəm, onun marketinq strategiyası, belə şeylər öyrətsinlər də uşaqlara. Bizə bu lazımdır. Azərbaycanlılar çox yüksək potensiallı millətdir. Mən həmişə bir çox podkastlarda bunu deyirəm, burada da deyirəm ki, sizin tamaşaçılar üçün də Xəzər Xaqanlı belə bir iqtisadiyyat beyin mərkəzi var Amerikada, Foundation for Economic Education. 2020-ci ildə bir məqalə çıxmışdılar, çap etmişdilər ki, siz tanımadığınız ən uğurlu millət və Xəzər Xaqanlığı barədə danışırlar. O vaxtın ən möhtəşəm iqtisadiyyatına sahib idilər. Biz də prinsip ki, onların nəticələri, kötücələri kimi bizə də gəlib çıxır da, o yəhudilərlə yaxınlığımız, filanımız oradan gəlib çıxır da 7-ci, 10-cu əsrlərdə. Mən deyirəm, bizdə axı bu potensial var. Biz bu uşaqları niyə görə bu istiqamətdə inkişaf etdirmirik ki, onlar hamısı girişimçi kafasında olsunlar da, türklər demişkən. İndi bizimkilər incir türk sözlərini işlədəndə, amma Azərbaycanda girişimçi sözünün, entrepreneur sözünün yoxdur tərcüməsi. Sahibkar var, amma sahibkar o deyil. Sahibkar pulu olmalıdır, nəyisə sahib olmalıdır. Girişimçiniz heç nə olmaya bilər, sadəcə yaxşı bir ideyası ola bilər və çox yaxşı quramaq bacarığı ola bilər də. Ona görə mən bu terminləri salıram ki, insanlar istifadə edə bilsinlər. Baxın, bir də ki, bax, insanlar bir də niyə riskdən qorxurlar? Bax, o maaşdan imtina eləyib belə nə bilim, hansı bir proyekt eləmək, nəsə bir iş görməyə çalışmırlar.
Bu insan psixologiyasına gəlir, davranış iqtisadiyyatında bu var. İnsanlar biz adətən öyrəşmişik ki, məsəl üçün bu işi görsən sənə bonus verəcəm ilin sonunda. Yaxşı iş görgünə bonus verəcəm. Amma insan psixologiyasına uyğun bir yanaşma, motivasiya yanaşması. Çünki insanlar daha çox itirməkdən qorxurlar, nəinki qazanmaqdan qorxurlar. Siz ona desəz ki, mən sənə əvvəlcədən bonus verirəm, bu işi gör. Amma görməsən alacağam səndən. Bu insanlar bundan daha çox qorxacaq ki, nəinki sən gör ki, mən sonra sənə verərəm. Yəni ki, bu nisiyə söhbəti, mən bonusu nə vaxt alacağam, yəni hindi nədirsə o yaxşıdır. İnsanlar qorxur gələcəkdən. Yəni ki, itirməkdən daha çox qorxur, nəinki qazanmaqdan. Ona görə bu normaldır və həmçinin kişilərlə və qadınlar arasında da risk götürmə perspektivindən çox böyük bir fərq var. Yəni biz indi söhbət bərabərsizlikdən getmir, söhbət iqtisadiyyatda biz bunu deyirik, sistematik olaraq müşahidə olunan davranış fərqləri. Yəni ki, siyasi korrekt olsun, deməyək ki, kimsə yüksəkdir, kimsə daha ağıllıdır, amma qadınlar kişilərə baxanda bütün cəmiyyətdə nasıl olmayaraq, mədəniyyətdə nasıl olmayaraq, gəlirlik səviyyəsində nasıl olmayaraq, qadınlar həmişə daha az risk götürür boynuna. Riskdən daha çox qaçır. Bunu da izahı təkamül psixologiyasına gəlib gedirdi. Qadının o vaxtdakı rolu uşaqların təhlükəsini təmin etmək idi. Nə vaxt ki, kişi isə gedib mamont ovuna çıxmalı idi da. Yəni ki, kişi risk etməyən olsaydı hamı acından ölərdi. Qadın risk etmiş olsaydı uşağını sağ qala bilməyəcəkdi. İkisi gedəcək dərinlə qoşulacaqdı mamont ovuna. Əslində funksiyaları bölüşdürmüşdü. Funksiya bölüşdü və təkamül belə böyüdüb ki, yəni 100 min ildə bütün bunun tarixçəsi var. Bunun üstündən keçmək çox çətindir. Ona görə qadına daha az risk götürür, kişilər daha çox risk götürür. Və müasir sistem, iqtisadi sistem, biznes sistemi risk götürmə üzərində qurulubdur. Ona görə qadınlar deyəndə ki, niyə görə çoxlu qadın lider yoxdur, biznesdən söhbət gedir. Budur. Çünki qadınlar risk götürməyi daha çəkinir, nəinki kişilər. Bütün cəmiyyətlərdə belədir. Genetik gəlir. Hə, bu buradan gəlir. Bu təkamüldən gəlir. Təkamülü dəyişmək çox çətindir, beyinləri dəyişmək çox çətindir. Buna minilliklər lazımdır. Hansısa qadınlar hansı ki öz bu təkamülünü beynində dayandıra bilir. Neokorteksdə beyin ön hissəsini işə sala biləndə bunu dayandıra bilir, riskə gedə bilir. Onlar məsəl üçün uğur qazanırlar, amma əksər qadınlar üçün bu mümkün deyil. Çünki qadınlar daha çox emosiyalar üzərində qərar verir, kişilər isə rasional, intellekt üzərində qərar verir. Beynin müxtəlif sistemləridir də. Qadınlar limbik sistemlə, hisslərlə qərar verir. Kişilər neokortekslə, intellektə cavab olan ön hissi ilə qərar verir. Ona görə dünya belə qurulur. Deyirlər ki, yaxşı bir mahnı var, it's a man's world. Bu kişinin dünyasıdır. Lakin qadınsız o heç nədir də öz-özlüyündə. Çünki qadınsız həyat yoxdur. Yəni əslində o qadınların o yaratdığı ideyaları kişilər tətbiq eləməklə daha uğurlu modellər əldə etmək olar. Mənim fikrimdir bu. Bir də bir məsələ var. Bir də ola bilərmi ki, məsəl üçün də bu maaş çatışmamağı baxımından indi qadınlar da işə qoşulurlardı ki, belə deyim də ailə büdcəsinə köməklik eləsinlər. Qadınların işə qoşulması öz-özlüyündə hər şey yüksək vergilərdən başladı. Çünki keçən əsrin əvvəlinə qədər ümumiyyətlə gəlir vergisi demək olar ki, heç bir ölkədə yox idi. Yəni gəlirdən vergi tutulmurdu. Hökumət çox balaca idi, dövlət balaca idi, çox şey vermirdi. Amma sonra siyasətçilər təsvir olsun ki, onlar gəlirlər, daha çox vəd verirlər, mən sizin üçün bunu edəcəm, mən sizin üçün bunu edəcəm və get-gedə dövlətin rolu artır iqtisadiyyatda. Və dövlətin rolu artdıqca sən vergi hesabına maliyyələşir də bütün bunlar. Onlar vergiyə cəlb etməyə başlayıblar. Yadımdadır ki, Norveçin Xarici İşlər Naziri gəlmişdi, bəlkə 10 il bundan əvvəl Azərbaycanda və fəxrlə deyirdi ki, biz qadınlarımızın bərabərliyinə nail olmuşuq, işlə təmin olunması bərabərliyinə nail olmuşuq. Mən deyirəm, sizdə vergilər 70%-dir, qardaş. Sən əgər onu kişisindən 100 manat qazanırsa, 70-ini vergi formasında götürürsənsə, qadın işləmə məcburiyyətində olacaqdır. Orada variant yoxdur ki, işləməsində. Sən vergiləri artdırdıqca kişi nə qədər qazanmalıdır da ki, o 70% də birdən-birə artıra bilmir axı gəlirini ki. 70%. Hə, yəni ki, biz çox Azərbaycanda 50% civarındadır da vergilər.
siz düşünürsünüz bizdə azdır. Yox, bizdə 30 nə qədərsə ödənilir. ƏDV-ni hesab edirsiniz onun üçün Yox, də. ƏDV başqa da ƏDV Siz də yaranan ödəyirsiniz məhsula də. görədir. Siz öz gəlirinizdən Hə, 30%-ə o qədər ödənilir, ödəyirsiniz. ödənilir. Sonra nəsə alırsınızsa oradan da Yenə vergi vergi ödəyirsiniz də. ödəyirsiniz, Yəni ki, o var O fundament. hamı da elədir. Bütün ölkələrdə elə deyil ki. Yox, bütün ölkələrdə belə deyil. ƏDV az. Məsələn, Amerikada ƏDV yoxdur. Yox, Onlarda o bəzi oynayır, onlarda ştatlarda, oynayır bəzi ştatlarda rəqəmlər. sales tax var. O da hər yerdə deyil. Donald Trump indi bunu etməyə çalışır. Donald Trump çalışır ki, gəlir vergisini çıxartsın və gömrük rüsumları üzərindən bunu kompensasiya. Gömrük rüsumu öz özlüyündə əslində istehlak vergisidir. Sərəmə o da gəlir yenə eyni şey Yox, olur. fərq var. Çox böyük bir fərq var. Gəliri vergiyə tutmaqla istehlaki vergiyə tutmaq arasında böyük bir fərq var. Deyək ki, siz 1 milyard dollar qazandınız. Aha. Bu siz varlısınızmı? 1 milyard dollar qazansam mən varlıyam. Burada yenə iqtisadçılar iddia baxır. Siz o 1 milyardla nə edəcəksiniz? Əgər bu 1 milyardı saxlayacaqsınızsa bank hesabınızda ya da ki öz istehsalatınıza xərcləyəcəksinizsə ki, istehsalat böyüsün. Siz başqaları üçün dəyər yaradırsınız. Yox, bu investisiya qoyuram. Amma bu sizə varlı etmir. Siz varlı bilirsiniz nə edir? Siz gedirsiniz özünüz üçün yaxta alırsınız, ev alırsınız, bahalı maşın alırsınız. Amma o mənə pul varlıq gətirmir. pul öz özlüyündə cash. Bu varlıq deyil. Bu mübadilə vasitəsidir. Siz onu nəyəsə dəyişəndə, hansısa bir dəyərə dəyişəndə onda varlı olursunuz. Əgər sizin bank hesabınızda bugün 1 milyard dollar varsa, siz varlı deyilsiniz. Sizin bu 1 milyard dollar gedib başqalarına kredit verilibdir. Onları varlı edirsiniz. Eyni şey siz əgər bu 1 milyard dollar oturub yeni avadanlıq alırsınız, fabrikanızı böyüdürsünüz. Bu yenə də siz iqtisadiyyatı böyüdürsünüz. Sizə heç bir aidiyyatı yox. Amma orada mənə bankdan faiz gəlirsə, mən onu xərcləyirəmsə, əgər xərcləyirsiniz, siz yalnız o vaxt varlı olursunuz. Nə vaxt ki, siz bu pulu xərcləyirsiniz. Və ona görə fərq bundadır. Niyə görə mən sizdən gəlirinizdən pul götürüm? Bu pulu siz axı xərcləməmisiniz. Bəlkə siz bu pulu yatıracaqsınız. Hə, mən sizə başa düşdüm. Mən deyirəm istehlaka. Mən əgər xərcləmək istəyirəmsə, ondan məndən vergi götürürəm. Şirkətdə əgər mən eyni pulu investisiya eləyirəmsə, mən faktor olaraq ondan niyə gəlirəm? Elimdə mənim maaşım, mən şirkət sahibi deyiləm. Mən mənfəət vergisindən siz istəyirsiniz. Mənfəət vergi, gəlir vergisinin hamısı sıfırlanmalıdır. Mənfəətdən gəlirdən vergi tutulmamalıdır. Bu məntiqsizdir, heç bir iqtisadi əsası yoxdur gəlirdən vergi tutmağın. Əslində mən sizə deyim ki, çox yükü azaldar və çox ağ işləyənlərin sayı çoxalar. Mən bizim vergilər xidmətinə onu deyirəm də, siz niyə görə balaca iqtisadiyyatımız var? Siz niyə görə özünüz bu qədər çətinləşdirmisiniz hər bir şeyi? Niyə görə bu boyda vergi kodeksimiz var? Bir dənə Azərbaycanda vergi olsun, ƏDV. O da qradasiyalı olsun. Minimum 18% olsun. Lap istəyirsiniz maksimum 500% eləyir. Əgər sən Bentley alacaqsansa, Rolls-Royce alacaqsansa, gedib 500% ƏDV ödəyəcəksən. Lüks vergisi olsun və bu arada dəyişsin. Çünki gəlirə nəzarət etmək çox çətindir, amma xərcə nəzarət etmək çox asandır. Hamının xərci göz qabağındadır. Sən xərci gizlədə bilmirsən, amma gəliri gizlədə bilirsən. Deyirəm, sizin üçün də yaxşıdır. Ölkə üçün də yaxşıdır. Biz inkişaf etməkdir ki, sən gəliri vergiyə cəlb etməməlisən. Çünki bu gəlir mənim bank hesabımda, kartımda oturduqca məni varlı etmir. Mən yalnız onu xərcləyəndə mən varlı oluram. Siz bu konsepti anlayın. Siz deyirsiniz, məsəl üçün bankda əgər saxlayırsansa, okey, onu cəlb olunmasın, amma çıxardanda cəlb olunsun, yoxsa xərclənəndə, yalnız xərclənəndə. Əgər mən xərcə görə. Əslində yaxşı fikirdir. Mən çörək alıramsa, ət alıramsa, stol alıramsa, mikrofon alıramsa, maşın alıramsa, onda məndən götür də vergi ver. Okey, əla fikirdir o. Əslində ona nəzarət etmək siz demişik, çox rahat. Çox rahat, əlbəttə ki. Deyim kimi orada bir minus var. Yəni ki, kim ki qeyri-rəsmi gəlirlər alır, amma çox yaxşı həyat yaşayır da. Təəssüf olsun ki, belə bir insanlar var. Və necəsə olursa onlar qanun qəbulunda çox böyük iştirak edirlər də. Onları bu sərf etməyəcək. Çünki onların da rəsmi maaşı çox azdır, amma hamısı Bentley sürür. Əgər Bentley sürəcəksə, deməli orada artıq 200-300% ƏDV olacaqdır, onu ödəməli olacaqdır. Onu necə əsaslandıracaq, necə eləyəcək, burada bu problem yaranır. Belə deyim də, onda oliqarxlar getməlidir də onda dövlətdən. Mən indi heç kimi hardansa gedib getməyəcəyi şərh etmək istəmirəm, amma bu maraqların konfliktinə gətirib çıxarır da. Onlara indiki sistem sərf eləyir, çünki gəlirləri aşağıdır, çünki rəsmi gəlirlərini göstərmirlər. Amma xərcləri yüksəkdir və prinsipən hamı eyni barədə 18% ƏDV ödəyir də. Belə baxanda sosial ədalət burada pozulur. Amma bu sistemdə ki, gəlir fərq eləmirsə milyard qazancı ilə, amma sən xərcləyəndə mən səndən götürəcəm, artıq
xərclərə nəzarət başlayır da burada. O isə sərf edir. Əslində çox maraqlı konsepsiyadır. Yəni bunu belə deyim də, tətbiq eləmək məncə çox uğurlu olar hətta. Sadələşdirmək. Mən Azərbaycanda Sadə aşağı vergilərin olmasına inanmıram və düşünürəm iqtisadi baxımdan bu düzgün deyil. Niyə görə? Çünki biz daim olaraq müharibə təhlükəsi altındayıq. Biz ordumuzu gücləndirməliyik. Və bunu kim etməlidir? Mən, siz etməlisiniz. Başqa kim edəcək ki? Biz Qarabağı bərpa etməliyik. Bunu mən və siz etməlisiniz. Azərbaycanda aşağı vergi ola bilməz bu yaxın zamanlarda. Ta ki bütün bu geosiyasi problemlər həll olunana qədər. Amma vergi sadə ola bilər. Mənim istədiyim sadələşdirin bunu. Rahat elin. Mən bilim ki, bir dənə vergi var, mən onu deyirəm və sizdən canımı qurtarıram. Mən milyon dənə mühasibat, hüquqşünas saxlamamalıyam ki, mən vergimi ödəyə bilim. Deyin nə qədərdir, bu bir dənə vergi nədir? Mən bunu sizə ödəyim, bununla da sizinlə bitirim. Bir də hekayə danışacağım. Çox absurd bir situasiyadır. Bizim bir müştərimiz var. Onların vergi hesabatlığını aparıb, vergi xidməti gəlibdi, yoxlayıbdı. Onlar heç nə tapa bilməyibdi. Amma belə boş-boşuna gedə bilmirlər də. Bilmirəm niyə görə. Nəsə tapmalıdırlar. Onlar müqavilələrini oxuyurlar və müqavilədə belə bir punkt var. Onlar müştəriləri ilə müqavilələrdə əgər deyir gecikmə olsa, sizə penilər hesablanılacaqdır. Əgər siz ödənişimizi gecikdirsəz, penilər olacaqdır. Faiz ödəyəcəklər. Belə baxanda hamıda var. Onlar deyirlər ki, siz gələk bunu müştərinizə verərdiniz. Bütün bu penyaları hesablayıblar. Nə qədər biz onlara hipotetik olaraq borc yaratmış, onu bizim gəlirlərimizə salıblar, oradan vergi hesablayıblar. Deyirəm, bu standartdır da, hamı yazır ki, biraz qorxutsunlar da hamını da bir-birinə. Siz isə bunu götürüb istifadə edirsiniz ki, tanınmamış gəlir kimi əlavə edirsiniz mənim gəlirliyimə və orada məndən vergi tutursunuz da. Yəni ki, sizin vergi məcəlləriniz elə yazılıb, absurddur da öz-özlüyündə. Mən deyirəm, bunlar olmaz. Sonra siz necə insandan tələb edə bilərsiniz ki, sən düzgün işlə? Gəlibsə rəsmi, ala, verim sənə. Elə deyil? Təəssüflər olsun ki, bu problemlərlə üzləşirik. Onlar plan düşüncəsindən keçməyiblər hələ ki, onlar üçün plan vacibdir də. Mən deyirəm, plan deyil də, yəni ki bu, mən Rusiyanı həmişim gətirirəm, nümunə kimi Mişustenin vaxtında, indiki baş naziridir də Rusiyanın, ondan əvvəl vergi xidmətinin rəisi idi. O ümumiyyətlə vergi adamı deyildi, o ayçişnikdir, proqramçı idi ora gələndə. Və o iki dənə şey elədi, o dedi ki, mən məqsəd qoyuluşunu dəyişirəm. Siz indi vergi deyirsiniz, vergi inspektorlar deyirsiniz, biznes partnyorlarsınız. Siz biznesin partnyorusunuz və bütün fəaliyyətiniz biznesin inkişafına doğru getməlidir. Siz gedib onu deməlisiniz ki, mən gəlmişəm səni kömək etməyə. Bu bir. İkincisi, hamısı data əsaslıdır. Nə gözəl. Hər şeyi datalaşdırıblar. Bir intervyu vardı, Forbes gəlib Mişustendən intervyu götürürdü. Deyir, siz hansı oteldə qalırsınız? Mişusten jurnalistə verir. Deyir, filan oteldə qalıram. Telefonu açıb, işte qurdalamaq başlayıb, siz həmin oteldə dünənləri kofe almısınız. Mən nə bilim də 60 rubla. Düzdürmü? Deyir, hə. Deyir, mən telefonumdan datanı görürəm, otelin xərclərini nə satıblar, otel dünənləri bu otel. Mən öz telefonumda görürəm. Gör nə tər data qrupdur insan. Burada otura bütün otellərin gəlirlərini görə bilir. Burada otura bilir. Və bunun sayəsində könüllü vergi və həm də sadələşdirmə vardı. 13% endirdi gəlir vergisini və sadələşdirmə elədi ki, könüllü vergi ondan sonra vergi ödənişləri iqtisadi artımdan daha yüksək artdı. Artdı da düzəlsiniz. Siz də bunu eləyin də. Nə edirsiniz o boyda vergi inspektor? Hamısını data əsasında eləyin, təmizləyin, sadələşdirin, imkan partnyor verin. İşsiz qalacaq axı məsələ var. Burada isə balaca bir kafe açırsan, bir kurs açmışdı bir yoldaş. Birinci gün açıbdı. Hansı bir müəllimlərin hələ ki müqavilələrini eləməyibdi də. Dərhal salam əleykum vergi əməkdaşları gəldilər. 20.000 manat cərimə, sanksiya. Sən ki açmısan, müəllimlərlə müqavilə bağlamı, salam əleykum. Qələt edib açıbsan. Budur. Mən başa düşürəm, tam qanunidir. Mən heç nə deyə bilmirəm. İnsanı tam qanuni şəkildə etmisiniz də. Amma bu partnyorluq deyil. Gəl xəbərdarlıq elə ki, mən gördüm bunu. Xahiş edirəm, bir ay sənə vaxt verirəm, düzəlt bunu.
Sənə lazımdır ki, o başlayan kimi 20 manat sənə sanksiya versən, planını doldurasan. Yox, sənə lazımdır ki, bu bəlkə gələcəyin böyük bir kurs şəbəkəsi olacaqdı, universitet açacaqdı bu insan. Gələcək sən 20 manatı bu gün aldın. Sən rəisimin yanında dedin ki, mən planımı yerinə yetirmişəm. Bəs iqtisadiyyat nə oldu? Bəs bunun potensialı nə oldu? Bunun gələcək gəlirləri nə oldu? Siz dedik o yaxına perspektivi düşünürlər də, uzağa perspektivi düşünmürlər. Plan düşüncəsi olanda budur. Gömrükdə də bizdə uzun müddət o idi. İndi Şahin müəllim gələndən sonra dəyişilibdi. Ona deyirlər mən sadəcə şokda idim. Əvvəlki rəhbərliyin intervyularına baxanda deyir bizim məqsədimiz plan yığmaqdır. Deyirəm açın oxuyun Azərbaycan Respublika gömrük haqqında qanunu. Orada yazılıb ki, ticarətin asanlaşdırılmasıdır, border kontroldur, sərhəd kontroludur. Orada yazılmayıb ki, sən plan yığmalısan. Yoxdur gömrüyün məqsəd qoyuluşlarında ki, sən plan yığmalısan. Sən ticarəti asanlaşdırmalısan, sən əmin olmalısan ki, ölkəyə narkotik girmir, silah girmir. Budur sənin məqsəd qoyuluşun. Ya, sən mənim gələndən sonra Allah şükür biraz insanların düşüncə tərzi dəyişir artıq orada. Eyni şeydə digər yeniliklər var orada. Dövlət orqanlarında görməyini istərdim. Hə, inşallah biz də əslində görmək istəyirik. Yəni bu belə deyim də, həm sahibkarlar üçün, həm belə xalqımız üçün, işləyən əhali üçün hansı ki maaşları qazanır, onlar hamı istəyir təbii ki yaxşı olsun, rahat olsun, o pulları yaxşı pullar qazansınlar və onları yaxşı xərcləyə bilsinlər. Fərhad bəy, təəssüflər olsun ki, vaxtımız biraz məhduddur, tam şey eləyə bilmirik, amma biz sizi yenə gözləyirik verilişlərdə. Təşəkkür edirəm. Gəlim, çünki mövzular həqiqətən maraqlı mövzulara toxundunuz. Bunları gələcəkdə daha da detallı araşdıra bilərik. Gəldiyiniz, iştirak etdiyiniz üçün təşəkkür edirik. Siz sağ olun, dəvətə görə. Sağ olun.